Güman eləyirəm ki, elə ciddi bir şey ola bilməz Nuriye xanım. Yəqin hardasa həm yerlisi ilə gəzir. Niye bəs bir dəfə də olsa zəng eləmir? Bilmir ki, nigaran qalacağım. Allahın şəksində həmişə gecişəndə zəng elirdi. Olur da. Elə bilirəm hardasa indi gələr. Alo, Mustafa sensen? Ha. Ne oldu, hardasan? Hiç başa düşürsene gayrırsan. Gəlib söyləyərəm. Sen Davud'lansan, televizyona gitmişdiniz. Yox, Davud qaçdı. Kim kaçtı? Davud. Nece yani kaçtı? Ben hiç de başa düşmürəm Mustafa. Daha burada nə başa düşmək? Şeylərimizi götürüb qaçdı. Bazardakı kişi onun dayısı zadı deyil. Alçaq alladırmış bizi. Sen indi hardasan? Bilmirəm. Küçədə. Bəs qaçtı niye qayıtmırsan? O əclafı güdürdüm. Tuttum ama gene qaçdı. Mustafa, qayıt tez qəsdinə. Eşidirsən? Qayıt tez qəsdinə. O vicdansız gelir şey ilitti. Ondan ne desen gözlemeyi olar. Başa düşürsən? Cehenneme olsun her şey. Burnundan gelsin onun. Qayıt tez qəsdinə. O elə bilir ki bundan qutardı. Mən Mustafa da öləməyər. Onu Bakıda tapıb üzünə tüpürməsin. Yaxşı, yaxşı Mustafa. Amma indi qurban olmasa, əgər uşaqlar o bir balaca da olsa istəyirsənsə, tez qayıt qəsdinə. Eşidirsən məni? Alo. Alo Mustafa. Bağışlayın. Demək söz Taksim meydanına necə getmək lazımdır? Taksim'e mi? Aha. Taksim şehrin öbür tarafındadır. Bu tarafa gitmeniz lazım. Buradan uzaqdır. Arabayla gitseniz daha iyi olur. Çox sağ ol. Axşamınız xeyir. İyi geceler efendim. Mustafa gel. Ölürəm yatmaqdan ötəri. Sabah hər şeyi söyləyərəm. Sabah söyleyersin, dur yat. Əlimurad zəng eləmişdi. Bütün akşam buradaydı. Seni gözləyirdi. Ona heç nə demədin ki. Yox, Gör o vicdansız başımıza nə oynaşdı. danağaraq, canın sağ olsun. Belə qismətmiş. Şəkidə nə deyici yox.
Kimin nə borcunu? Yaxşı, dur yat. Məni gözün görəsi gəlmir, ha? Dəli olmusan Amuzda. Bir də axı səndə nə təqsir var ki? Hamısı mən axmaqdan oldu. Bizdən axı nə kamirsandı. Cəhənnəm olsun hər şey. İndiyə kim bir təhər yaşayırdı o. Gene bir təhər yaşayarıq. Yaxşı, dur yat, dur. Necə aldatdı məni Əclaf? Necə aldatdı? Yaxşı, bəsdir daha. Hələ yaxşı ki, belə qutarmışıq. Bundan da betər ola bilərdi. Daha bundan da nə bətər? Beyləri puldan ötürü anaların əmcəyini kəsərlər. Heç bilmirəm. Sabir müəllimə nə deyəcək? Nə barədə? Kurtka. Nədir? Yoxsa dolarlar da vermirsən ona? Danağarıq, sonra qaytararıq. Necə? Bir şey fikirləşərək. Nuriye, qurban olum sağ. Daha bir də heç nə fikirləşmə. Yaxşı, yaxşı Nuriye. Söz verirsən? Yaxşı, yaxşı. Yat. Sabah Elmurad gələcək. Gəzməyə istir aparsın bizi.